Deməli, baxın yoldaşlar. Burada biz sadəşmə bəyannaməsini vermək üçün belə deyək ki, təzə sayta daxil oluruq. Buradan daxil oluruq, niyə taksiz yazırıq. Niyə taksiz yazırıq. Asan imzamızdan daxil oluruq. Pul düyməsini vururuq. Baxın, müəssisəni seçirəm, daxil olan müəssisəyə. Burada bəyannamə listəsinə girirəm. Burada yeni bəyannamə vururam. Baxın, mən sadəşmə bəyannaməsinin birinci rübü vermişəm onsuz. Yazıram sadələşmiş, seçdim. Burada baxın, yoldaşlar, rübü birinci rüb seçəcəm. Sadəcə cari dəqiqləşmiş filan hissəsi var. Bunu onsuz izah eləmişəm sizə. Mən dəqiqləşmişəm. Çünki mən cari vermişəm artıq. Bildiniz? Daxil ol, davam et düyməsini vururam. Davam et düyməsini vurdum. Bəyannamə açıldı. Bəyannamənin ilk hissəsi, baxın, ilk hissəsi. Elə ümumi məlumat hissəsidir. Müəssisə hansı fəaliyyətə məşğuldur, falan bu kimi şeylər, yəni bununla bağlı olan şeydir. Yəni burada da məlumatınızı xarakterli bir şey verir, görürsünüz. Yəni bu formada bir şey verir. Yəni məlumatlarınızı xarakterdir. Yəni o demək istəyir ki, əgər yəni ləğv olma bəyannaməsi göndərmişsə, dördüncü ürbüsünün, yəni gözləmənizə ehtiyac yoxdur. Belə bir şey yazılır. Yəni bir nömrəni əlavə doldurma. İndi bunu necə dolduracağınızı, bu söhbəti burada necə dolduracağınızı indi izah edəcəm sizə. Baxın, müəssisənin ümumi məlumat hissələri verilir. Burada bu hissələri heç nə qeyd etməyə ehtiyac yoxdur. Buranı boş saxlaya bilirsiniz. Bildiniz? Bu hissədir, bu hissələrə heç nə ehtiyac yoxdur. Əlaqə nömrəsi qeyd edə bilərsiniz. Vergi hesablanması bölümünə keçə bilərik. Nə asılsın? Baxın, vergi hesablanması bölməsində, bax görürsünüz, burada iki dənə maddə qeyd olunur. Bax, burada birinci hissədə iki dənə maddə qeyd olunur. Bax, bir bu, bir də bu. Bunlar ikisi nə işə yarayır? Biri, baxın, yoldaşlar. Biri, sən 200 min dövrəyən keçməyəndə 2%-lə, bax, faizi görürsünüz, burada yazılır. Görürsünüz, burada mən üstünə vuranda nidaşlar şeydir, qırmızı işarə verir. 200 mini keçməyəndə 2%-lə hesablanma hissəsidir. Biri. Birinci hissədə 8%. Yəni siz 200 mini keçsəz, ictimai yaşam müəssisəsi olsanız, bura qeyd edəcəksiniz. Baxın bu hissə. Biz onsuz da buranı izah edeyim sizə. Buranı olsa özünüz biləcəksiniz. Bax, burada rüb ərzində təqdim olunan mal və ya xidmətlər. Yəni sən satışlarını qeyd edəməlisən. Bizdə də nə idi? Bizdə rüb ərzində birinci ayda, bax burada ikinci rübdə 4, 5, 6-cı ay yazacaq. İkinci rüb qeyd eləsəz, 4, 5, 6-cı ay yazacaq bura. Birinci ayda, yəni rübün, yəni yanvar ayı üzrə, birinci ay yanvar ayıdır, yanvar ayı üzrə sən nə qədər təqdim etmirsən? 10 min. Düzdür. İkinci rüb üzrə, ikinci rüb üzrə, ikinci rüb deyirəm, ikinci ay üzrə, yəni fevral ayında nə qədər təqdim eləmirsən? 15 min. Üçüncü ay üzrə də 10 min təqdim eləmirsən, düzdürmü? Oldu 35 min. Amma bu opşi satışından 35 mindən nə qədəri daxil olubsa, onu və köhnə borclardan da daxil olursa, ikisini bir yerdə yazmalısan. Yəni, opşi sənin nə qədər bu rüb və köhnə rüblərdən qalan borcun opşi nə qədər daxilsə, hansı buraya yazmalısan. Və plus da ki, vergiyə cəlb olunan satışdan kənar gəlirlərin də varsa, onu da yazmalısan. Vergiyə cəlb olunan. İndi məsələ nədir? Satışdan kənar gəlirlərimiz biz satış etmədən əldə etdiyimiz gəlirlərdir. Burada məzənnə fərqi ilə gəlirdi, dividend gəlirdi, faiz gəlirdi, filan da bu kimi şeylər, bildiniz? Yəni satış etmədən, xidmət təqdim etmədən əldə etdiyimiz gəlirlər.
Burada siz bu gəlirlərinizi qeyd edəcəksiniz, vergi cəlb edəcəksiniz. Baxın, o 40 min, bax buradakı 40 min mənim daxil olmam yoxdur, 40 min. 40 mini də yazıram, bildiniz? Və plusdakı mən həm də ki, bax burada, bax bayaqları səhv elədik biz. Heç mənim də yadımdan çıxdı. Burada mənim satışdan kənar gəlirlərim də var axı. 500 manat. Bax, dividend gəliri vergiyə cəlb eləməyəcəm. İndi onu deyəcəm niyə görə. Amma məzənnə fərqinin gəliri də əlavə eləməliyim. Bax, burada opşi 40 min üstə gələk. Bax, bu 40 min üstə gələk. 500 manat da gəlməli idi üstünə. Onu ikisini bir yerdə. Yəni 810 manat vergi hesablamalıydı. İndi biz dəyməyək, o qalsın. Yəni belə fikirləşin, biz müxaviləşmələrimizə falan dəyməyək. Boş şeydir. Yəni narahat olmayın ona görə. O qalsın elə də o formada. Yəni siz birinci 810 manatla götürəcəksiniz. Mənim yadımdan çıxdı protokolda qeyd edin. Baxın, 800 bax, siz bura həm o 40 min, yəni satışından daxil olma, həm də ki 500 manat satışa kənar gəliri qeyd eləməlisən. Yəni 40.500 manat buna qeyd eləməlisən. Bəs dividend gəlirini niyə qeyd eləmirik? Bax, burada yazın. Görürsən, nə yazın? ÖMV-yə cəlb olunan gəlirlər istisna olmaqla. Yəni sənə ÖMV tutulub, yəni gəlir daxil olubsa, hansı gəlirlərin ki ÖMV cəlb olunub gəlibsə sənə, dividend gəliri ÖMV cəlb olunmaqla. Yəni sənə gələndə ÖMV cəlb olunub. Əgər o gəlirlər ümumi cəlb olunub gəlibsə, onu da bura yazmayacaqsan, onu bura yazmayacaqsan. Ümumiyyətlə yazmayacaqsan bura. Bildin? ÖMV-yə cəlb olunub gələn gəlirləri bura yazmırsan ümumiyyətlə. Sən sadəcə ÖMV cəlb olunmayan gəlirlər, satışdan kənar gəlirlər, ÖMV cəlb olunmayan satışdan kənar gəlirlər və ümumi satışı. Bildiniz? Yəni 40 min üstə gələ 500. Və buradakı 40 min üstə gələ 500 yazdı. Satışdan kənar gəlirlərin ÖMV cəlb olunmayan gəlirləri gətirib buraya yazmalısın. O 500-ü buraya yazırsan. Bildin? Həm 40.500-ü buraya yazırsan, 500-ü gəlib buraya yazırsan. Bildin? Bu formada gedəcək və 202%-dən 810 manat vergi hesablayacaq. Azaldılmalı vergi məbləği məsələsi var. Məsələ nədir burada? Baxın. Yadda saxlayın. İşğaldan azad olunmuş. İşğaldan azad olunmuş. İşğaldan azad olunmuş. Əgər ərazidə fəaliyyət göstərirsə, oranın rezidentisisə, orada vergi ödəyicisinizsə, işğaldan azad olmuş. Deməli, işğaldan azad deyil, ərazidə fəaliyyət göstərir. Əgər mən işğaldan azad olmuş ərazidə fəaliyyət göstərirəm və rezidentiyəmsə oranın, yəni oranın rezidenti, orada vergi ödəyicisi olmalıyım. Bildiniz, oranın vergi ödəyicisi olaraq qeyd edəcəm. Bu zaman bu 810 manat vergi yoxdur. Onu birbaşa bura yazıram, vergini azaldıram. Bildiniz? 810 manatı yəni yazıram, vergi 0 göstərər. İndi baxın, həqiqətən də elədir. Bax, gəlin bura keçirəm. Bax, görsən, vergi 0. Niyə görə? Mən ora yazdım, azaltdı. Bildiniz? Yəni, sən bura 810 manat yazsan, vergidən azaldacaq. Baxın, gələm aşağı. 810 manat hamısını yazsan bura, vergidən azaldacaq. Yəni, işğaldan azad olmuş ərazilər 2023-cü ilin yanvarın 1-dən 10 il müddətinə gəlir mənfəət vergisindən, sadəşi vergidən azaddır. Bildiniz? Yəni, oranın rezidenti olmaz. Bir də bu maddə var, bu sizə lazım deyil, heç istifadə olmur. Çünki 2020-yə aid olan bir şeydir. Hələ saxlayırlar, ola bilər ki, o vaxtdan qalan debitor borcları. Bilirsin, niyə saxlayırlar bunu? O vaxtdan qalan debitor borcları olsa bir də, 2020-dən qalan debitor borcları. Bir də olsa, o debitor borcların daxilində varsa, onu gətirib bura vergisini yazırsınız. Bildiniz? Yəni 50% vergidən azaddır. Yəni həmin hissə 50% vergidən, yəni verginin həmin dövrdən qalan debitor borcun gəldisə, oradakı məsəl üçün tutaq ki, bir 5000 debitor borcu varsa, onun 2500 gəlirsə, 2500-ün 2%-nin 50%-ni gətirib buraya yazırsın. Bildin? Yəni bizə lazım deyil, olsa inanma ki, sizdə olsun. Bildiniz? Əsasən bu lazım olacaq. Sonra söhbət burada nədir? 2019-cu il
dəki təqdim edilən gəlirlər, orada o vaxt 4%, 6% var idi. Bu boş şeydi, getdi 2009-a kimi indi qalan. Bu getdi. Sonra vergidən azad olan gəlirlər məsələsi var. Baxın, sizin əgər vergidən azad olan gəlirləriniz varsa, gəlirlər, vergi yox, verginin azaldılması. Burada vergi, yəni hesablanır, sonra verginin hər hansı bir hissəsi azaldılır. Bax burada. Yəni 810 manat, məsələn, işğaldan azad olan ərazidə fəaliyyət göstərsə 810 manat gətirib yaz. Bir də var ki, ümumiyyətlə vergidən azaddır gəlir. Hansı gəlirlər? Məsələn, kənd təsərrüfatı məhsulları istehsalla məşğulsunuzsa, həmin istehsalla bağlı satışlarınız vergidən azaddır. Onu yuxarı yazmırsınız. Məsəl üçün, tutaq ki, sizin 35 min satışınız var, düzdürmü? 35 min satışınız var və 35 min satışın dan əlavə bir 20 mində əlavə satışın var. O 20 min satışın, yəni kənd təsərrüfatı məhsullarının satışıdır. Sən gəlib 35 minin üzərinə 20 min gəlib yuxarıda yazmayacaqsan. 35 mini ayrı yazırsan, 20 mini gətirib burada yazırsan. Bax bu. Kənd təsərrüfatı məhsulları burada yazırsan. Yəni vergidən azad gəlirləriniz varsa, onu yuxarı yox, aşağı yazırsınız. Bildiniz? Bu məsələdir. Yəni sizə əsas bu lazım olacaq. Aşağıdakılar sizə aidiyyatı yoxdur. Boş şeydir. Yəni bunları yazmayın. Bunları bilməzsiniz. Belə problem yoxdur. Sonra bax idman mərc oyunları məsələsi. Baxın, idman mərc oyunları. Əgər idman mərc oyunlarının satıcı və operatorısınızsa, və yaxud da 6% və 4%. Yəni idman mərc oyunları da varsın sizdə. Məsələn, müəssisədir, belə malların satışı da var, əlavə idman mərc oyunları da var. Yuxarıda malların satışını qeyd edirsən, idman mərcunlarını gətirib aşağıda qeyd edirsən. Həmişə sadələşib vergi ödəyicisi. Ola bilər ki, malların satışı yoxdur. Malların satışı yoxsa yuxarını qeyd eləmirsən, gəlib aşağı ancaq qeyd edirsən. Operatorlar bax bura qeyd edir, idman mərcunlar. Satıcılar bura, yəni komisyonçular. Lotereya operatorları bura, satıcılar bura. Yəni Azər Lotereya gətirib bura qeyd edəcək. Onun satış obyektləri var da, indi kimsə götürür, onlardan lotereyanı götürür, satır, komisyon alır. Onlar da bura qeyd edilir. Bax, dediniz? Yəni, bu formada gəlir vergisi cəlb olunur. Yəni, gəlir nə qədsə onu yazırsınız. Sonra keçirik yoldaşlar. Burada bitdi. Ödəm mənbəylə vergi. Baxın, diqqət edin. Əgər siz bir dənə sadələşmiş vergi ödəyicisizsə, bir dənə icarə ödənişiniz varsa, icarə ödənişləri axı ödəm mənbəyinə vergidə qeyd olunmalıdır. Bunu birlikdə olsun. Əgər sadələşmiş vergi ödəyicisizsə və bir dənə icarə ödənişiniz varsa, onun üzrə hesabatı gedib ayrıca ÖMV hesabatı verməyə ehtiyac yoxdur. Elə sadələşmiş vergi burada verə bilər. Bir dənə icarədirsə. Yox, başqa ödənişləriniz varsa, ödəm mənbəyinə vergi cəlb olunur. Onu gətirib ki, burada yox, gedib ayrıca ümumi hesabat verməlisiniz. Bildiniz? Yeni qayda. Burada məlumatlar əlavə 2-dən gəlir. Yəni, əlavə 2-də ÖMV-də necə yazırsınızsa, eyni şeydir. Buran yazırsınız, sətir kodunu seçirsiniz. Yəni, burada yazıbdır özü. Seçirsiniz və burada hüquqi şəxs məsələsini vurursunuz, böyünü falan yazırsınız. Yəni, ÖMV-də necə isə burada eyni şeydir. Bildiniz? Yəni, heç bir fərqi yoxdur. Əlavə edirsiniz, gəlib düşürür. Bax, əlavə 2 bunsundur. Əlavə 3 var, əlavə 3 nə üçündür? Əgər sənin obyektin varsa, obyektin barəsə məlumatları yazırsan bura. Bildiniz? Obyektləri və əlavə edin. Bunu heç kim qeyd eləmir onsuz. Ehtiyac yoxdur. Yəni, obyektiniz olsa belə qeyd eləmir. Bir dənə əlavə 1 var burada. Əlavə 1 nədir? Əlavə 1, sən belə deyək ki, əgər, bax, əlavə 1-i ancaq, yadda saxlayın. Ancaq, əlavə 1 ancaq, belə deyək ki, 4-cü rübün hesabatını verirsənsə yazırsan. 4-cü rübün hesabatı. Yəni, 4-cü rübün hesabatını verəndə əlavə 1-i qeyd eləməlisən. Bildiniz? Yəni, 4-cü rübün hesabatını verən lazım. İndi bu nədir məsələn? İndi gəlin baxaq, əlavə 1-i vermək üçün 4-cü rübün hesabatı qeyd edək. Çıxıram buradan. İndi 2024-cü ilin 4-cü rübün hesabatını yazsın. Buradan silirəm bunu. Yeni bəyannamə vururam. Burada yazıram sadələşmiş. Sadələşmiş yazıram.
2025-in 4-cü rübü verə bilmirəm də. 2024-cü ilin 4-cü rübü yazıram. Baxın, yazdım, cari girirəm. Girdim. Baxın, burada da eyni şeydir, heç fərq yoxdur. Vergi hesablanması bölümündə, bax burada. 4-cü rübün hesabatında burada ancaq 4-cü rübün gəlirlərini qeyd edirsiniz. Yəni, məsəl üçün, bayaqki elə bir 4-cü rübdür. Birinci ayında, 4-cü rübün birinci ayında, yəni 10-cu ayda, oktyabr ayı üçün 10 min, noyabr ayında 15 min, dekabr ayında da 10 min. Qeyd elədim. Opşi daxil olmam 40.500-dür. 500 manat da belə deyək ki, belə şey edilən adı, satışına gəlir. Hesabladı, bax, özü hesabladı 810 manat. Gəlirəm əlavə 1-i doldurmaq. Əlavə 1-də balans hesabatıdır. Bildiyiniz balans hesabatıdır. Nədir? Siz aktivlərinizi və öhdəliklərinizi, kapitalınızı qeyd edəcəksiniz. İndi gəlirəm məndə bir dənə aktivlərdə nə var idi? Bax, aktivlərdə ehtiyatlarım, mallarım var idi. Mallar əvvələ qalıq nə qədər idi? Gələm sınaq balansına. Mallarımın əvvələ qalığı nə qədər idi? 12 min. Gələm 12 mini burada qeyd edirəm. Bax, 12 mini gətirirəm burada qeyd elədim. Dövr ərzində, bax, dövr ərzində daxil olma. Bax, aktivlər artanda harda artır? Debetdə. Dövr ərzində debetini, gələn malların debetini yazıram 10 min daxil olma hissəsinə. Baxın, daxil olma hissəsinə. Neyse, 10 min yazaq bura. İndi baxın, o özü deyil, boş şey. 10 min daxil olma hissəsinə yazıram. Yəni, özü xəbərdar verir ki, nəsə balansa düz gəlmir. İndi özü düzələcək, ona baxmayın. Hesabatı düzgün qeydinə düzələcək. Bax, 20 min silinmə var. Bax, burada görürsünüz, azalma var. 20 min azalma var. Bu azalma var, azalmanı ya təqdim etmə, ya silinmə yazacaqsınız. Ləğv olma hissəsi bilsinədir. Ləğv olma hissəsi müəssisə ləğv olanda doldurulur ancaq. Yəni, siz ləğv olma hissəsini yazmayacaqsınız. Ləğv olma o deməkdir ki, sən ümumiyyətlə uçuqdan çıxarırsan. Dedim, ümumiyyətlə uçuqdan çıxarırsan. Deməli, gəlirsən, 20 mini təqdim etməyə yazırsan, silinməyə də yaza bilərsən. Heç bir problemi yoxdur. Ya təqdim etmə, ya da silinməyə yazdı, bildin. Yəni, ikisinə də yazın. Qeyd elədik, bu getdi. Sonra bizim nəyimiz var? Debitor borc hissəsi. Bax, debitor borc. Debitor borcda dövlət büdcəsi bizə debitor borcludur. Yəni, dövlət büdcəsi bizə borcludur, bizə qaytarması var. Bildiniz? Dövlət büdcəsi bizə qaytarması olanda artıq ödəmələrdə falan olur. Yəni, mən dövlət büdcəsi yox, sair debitor borcları yazacağım. Gəlin burada debitor borcum nə qədərdir? Əvvələ qalıq 15 min. Gəlin 15 min qeyd edirəm bura. Dövr ərzində nə qədər artım var, azalma var? 35 min artması var, 40 min də azalması var. Malları qeyd eləmişəm, bunu qırmızı qoyuram. 35 min artması, gələm 35 min artması. Bax, silinmə də yaza bilərəm. Bax, 40 mini silinmə yaza bilərəm. Problem yoxdur. Yəni, təqdim etmə də yaza bilərsən, silinmə də yaza bilərsən. Debitor borca getdi, buna qeyd elədik. İndi bank və kassanın cəmi pul vəsaitinə qeyd olunur. Bax, pul vəsaiti. Nə qədərdir? 18 min əvvələ qalıq. Bax, gələm 18 min əvvələ qalıq qeyd edirəm. Hə, qeyd elədim. Baxın. Dövr ərzində nə qədər artma var? 45.500. 45.500 artma var. 500 artma var. Deməli, nə qədər azalma var? 800 manat. Bu da bir dənə yazdım. Donur nəsə. Yəni, mənlik bir şey yoxdur, yoldaşlar, üzr sayırsınız. Bax, son qalıqları özü yazır. Bizim yazmamıza ehtiyac yoxdur. Yəni, bu proqram özü son qalıqları hesablayır. Aktivlər qutardı. Keçirik kapital və öhdəliklərə.
Deməli, mənim nizamnamə kapitalım 5.000 əvvələ qalıq, heç bir dəyişim yoxdur. Nizamnamə kapitalıma yazıram. 5.000 əvvələ qalıq, heç bir dəyişmə yoxdur. Sonra, baxın, deməli, bölüşəş mənfəət 20.000 əvvələ qalıq, 19.700 artma var. Bölüşəş mənfəət, baxın, bölüşəş mənfəət burada. 20.000 əvvələ qalıq, 19.700. Baxın, artma. Yəni sən artma daxil olma hissəsinə qeyd eləməlisən, bildiniz? Yəni azalmanı isə təqdim etmə yaxud da silinmə. Bizdə də kreditdə, passivlər kredit də artır axı. Debetdə də azalır. İndi burada gələcəm, baxın. Xalis mənfəət 20.500 artma. Xalis mənfəət, baxın. Əvvələ qalıq sıfırdır. 20.500 artma. 20.500-də azalma. Silinməyə də yaza bilərdim, fərq yoxdur. Vergi öhdəliyi. Bax, 800 artma, 800-də azalma. Gəldim. Baxın. Dövlət büdcəsinə vergi. Bax, burada yazılır. Baxın. Dövlət büdcəsinə vergi öhdəliyi. Görürsünüz, yeri var burada. Əvvələ qalığı yoxdur. Dövr ərzində 800 artma, 800-də azalma. Yazdım. Sonra keçdik. Baxın. Kreditor borca. Əvvələ qalığı 20.000, 10.000-də artma var. Əvvələ qalıq 20.000. Kreditor borc, bax, buraya yazırsınız. Sahib kreditor borcu. Bax, görürsünüz. Əvvələ qalıq 20.000, 10.000-də artması var. Bax, gedirəm indi bura, görürsünüz, silindi. Gördünüz? Yəni, o söhbət getdi orada artıq, yoxdur. Bu mənim balans hesabatımdır. Həqiqətən də gəlin, baxın, görə balans doğrudur. Baxın, 45.000 cəmi aktivlərin əvvələ qalığıdır. Öhdəliklər kapitalına əvvəl qalır. 45.000-də cəmi aktivlərimizdir. Baxın, son qalıq. 74.700, 74.700. Görürsünüz. Yəni, əsas əvvələ qalıq və son qalıq düz olsun. Dövr ərzində hissələr balans olmaya da bilər. Problem yoxdur. İcmalda bir dənə vergi hesablanması hissəsidir. Çox qutardı get, başqa şey yoxdur. Yəni, ümumi ilə bağlı olan hissədə qeyd eləmədim də, yəni, onsuz da bilirsiniz. Burada sual var yoldaşlar. Heç bir şey, qutardım yoldaşlar. Bu da bəyannamə hissəmizdir. Bugünkü dərsimiz burada bitdi. Üzrü sayın, biraz sizi yordum. Yox, problem yoxdur, xoşdur mənim üçün. Əsas odur ki, yəni öyrənəsiniz. Yəni, prosta bu internetdə də əslində tez başlayardı. Bu nəsə rekordda problem oldu. İndi bilmirəm, biraz orada bəzi hissələr də var ki, səsim düşdü, amma görüntü düşmədi. İndi ona əsas odur ki, sizdə səs düşüb. Yəni, özünüzdə orada fayllar vardı, onsuz baxarsınız o hissəyə. Amma əsas səsi düşdü də, yəni videoda, görüntüdə, anatomiyada. Əsas səsi düşdü.